Putin üçün təhlükə o biznes elitası deyil. Putin üçün təhlükə özünün də yetişdirdiyi, özünün də belə qaza gətirdiyi Z patriotlar dəstəsidir, generallar dəstəsidir ki, onlar Putinə artıq zəif lider olduğunu düşünürlər, düşünməyə başlayırlar ki, 4 ildir, biz heç nəyə nail ola bilmirik, həm də ona görə ki, sənin liderliyin zəifdir. Və bu, onun üçün, bəli, ciddi təhdid ola bilər. Mən bunu niyə vacib sayıram deməyi? Bəzi Z blogerlər var, bir neçəsin internetdə də baxa bilərlər bizim izləyicilər. Son zamanlar onlara qarşı bir repressiya dalğası başlayıb da Rusiyada. Halbuki Putinçidir, hətta birinin döyməsi var. Putinin şəklini döymə şəklində vurub, dəlixanaya salmışlar onu ki, sonra da Sobchak ondan müsahibə götürdü. Yəni, o Z patriotlar dəstəsi, Rus millətçiləri, Rus şovinistləri, yəni ideoloji olanlar, o ideologiyanı biz bəyənmirik, biz nifrət eləyirik, inkar eləyirik, o başqa məsələ. Amma ideoloji insanlar daha təhlükəlidirlər də. Onlar, bəli, Putin üçün bugün daha böyük təhlükədir. Çünki liberallar yoxdur artıq, demokratlar yoxdur artıq, ölkədən qaçan qaçdı, öldürəni öldürdü, Navalny'yə qədər öldürdü, ondan qabaq Nemtsovu öldürdülər və s. və s. Bunlar yoxdular. Və Rusiya zaten tarixən klassik liberal bir ölkə ola bilməz. Onun altyapısında, o xalqın duasında yox. 1861-də təhkimçilik hüququ ləğv olunan ölkədir. Dünən yox, sırağa gün. Tarixi nöqteyi nəzərindən nədir ki? 150-200 il. Nədir ki? Heç nə. Yəni, bu ölkədə liberalizmin qalib gəlməsi mümkün deyil. Hə, daha ultra sağçıların, millətçilərin, daha şovinistlərin, məsələn, son vaxtlar Ragozinin adı hallanır. Hətta Şayqunun adı hallanır ki, Şayqu çevriliş eləyə bilər. Halbuki Şayqu da etnik olaraq heç Rus da deyil də, belə baxanda. Amma bunlar, bu təhlükə var. Amma mən düşünmürəm açığı ki, bu çox yaxın perspektivdə həyata keçiriləcək bir işdir. Amma mən nəyi dəqiq hiss eləyirəm və analiz eləyəndə görürəm. Hər iki qanatların sayı çox ola bilər. Amma şərti olaraq iqtisadi və təhlükəsizlik qanadı post-Putin dönəminə hazırlıq görür. Artıq başlayıblar. Yəni, artıq başlanıb. Hərəsi özünün içində lider axtarışına keçib. Hərəsi özünün içində konsepsiya axtarışına keçiblər. Konseptual olaraq hansı ölkə görmək istədiklərini düşünürlər. Təbii ki, iqtisadi komanda, belə deyək, qanat, dünyaya açılmağın tərəfdarıdır. Dünyaya açılaq, yenə gedək, kef eləyək, Koma gölündə yenə villalar olur, Salavyovun iki evi var orada, biri anasının adınadır. Yəni, belə, onlar onun tərəfdardır, bəli. Və orada da Kiril Dmitriyev çox önəmli rol oynayır bugün. Putinin qızının, rəfiqəsinin həyat yoldaşı, Putinin şəxsi nümayəndəsi və Amerika ilə 11 trilyon dollarlıq böyük bir layihələri həyata keçirməyə can atan bir xəttin nümayəndəsidir. Amma generallar elə düşünmür. Şərti adıdır da general. Ola bilər heç rütbəsi də yoxdur. Amma o çevrədədir. Onlar elə düşünmür. Onlar düşünür ki, başlamışıqsa bu məsələni, bunu bitirmək lazımdır. Bitirməsək Rusiya çökəcək. Rusiya matuşka. Yəni, biz çökəcək, parçalanacaq. Doğrudan da elədir də. Yəni, zəif düşsə Rusiyanın parçalanma ehtimalı kifayət qədər yüksəlir. Ona görə də onlar daha sərt bir rejimin tərəfdarıdırlar. Daha sərt bir mövqeyin tərəfdarıdırlar. Və son zamanlarda Putin də belə bir çıxılmaz vəziyyətdə qalıb. O parad biabırçılığı oldu, onun nüfuzuna ciddi zərbə dəydi. Əlindən çıxan təsir nöqtələri var. Təsəvvür eləyin ki, Venezuela çıxıb, ondan əvvəl Suriya çıxdı. Afrikada iki ölkədən çıxmaq. Görün, vəziyyət nə yerə çatıb ki, Ermənistanın Rusiyanın yanında olub-olmayacağı artıq müzakirə mövzusuna çevrilib. Dünənə qədər bu ağla gəlməz bir şeydir. Yəni, bu zəiflilikləri görürlər, Qazaxıstanın atdığı addımları görürlər, Orta Asiyadan əlləri yanıqlıdır, həmin o millətçi, şovinist Rusların ki, Qazaxıstan referendum keçirtdi, Rus dilinin statusunu aşağı saldı və s. və s. və s. Bütün bunlar Rusiyada gələcəkdə çox böyük silkələnmələrə, zəlzələlərə hamilə olduğu bir şərait yaradır. Yəni, tutalım, heç nə olmadı. Amma yaş məsələsi də var da, Putin 300 il yaşayası deyil də yəqin ki. Yəni, bu yaş da gedir. Yəni, bu növbəti seçkilər, payızda parlament seçkiləridir. Bir neçə ildən sonra prezident seçkiləridir. Yəni, bütün bunlar seçki dönəmində aktivliyin artmasından xəbər verəcək.
Hə, hələ də Putin güclü nəzarət eləyir, Rusiya eləyir. Bunu heç kim xülyalara qapılmasın.